Salam hörmətli izləyicilər, sabahınız xeyirli olsun. İyul ayının 21-də nəhayət ki, planlaşdırdığımız işə başlaya bildik. Tutlar tam yetişmişdi. Həl idi ki, hamısı döşülsün, buca çıxsın. Tezdən işıqlamandan oyanmışıq. Dünən axşamdan da cezimləri sərmişdik tutların dibinə. 5 tut ağacdan çırpmışam, o qədər tut düşməyib ancaq. Bu il tut kasatdı. Təhnələrə yığmışıq. 3 bu tərəfdə, 3 bu yanda, 6, 9, 12'si burada. Dörd də burada, 16. 2 qazan o var. Əzib qazanları da hazırlamışıq. Tökəcəyik bu qazanlara. Qaz ocağında qaynayacaq. Belə tökməyəcək. Bunların hamısı təmizlənməlidir. Xəzəldir, çörçöpdür, hamısı bax belə tək-tük düzülər də ola bilər. Şılda böcəkdir deyəsən bu. Mən səni göydə axtarırdım, yerdə düşmüsən əlimə. Gölgədən böcəklərimiz çıxdı getdi, bizi tərk elədilər. Keçən il bax 15 gün bundan əvvəl də uşağı çıxartmışdıq. Bu il ərzəndir. Ən çətin işlərdən biridir. Səhər tutub çırpmalısan ki, gün qızdı tut həm tökülmür, həm də düzülər yığışır tutun üstünə. Tək-tük düzü olar, bunu da arıtdırırıq. Qalan prosesləri də hərdən biraz çəkib göstərərik. Bəlkə 7-8 dəfə doşa videomuz olub, ancaq bu ilki videomuzda yeni video olsun. Doşab çıxartmaq üçün çoxlu qab-qacaq lazımdır. Kömək lazımdır. 2 teştimiz var, onları da qaynadacağıq. Bu qablar yardımçı qablardır.